Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyət haqqında təqdim olunan hesabat ölkəmizin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini, həyata keçirilən proqramları və əldə olunan nəticələri geniş şəkildə əks etdirir. Hesabatdan göründüyü kimi ötən ildə ölkəmizdə iqtisadi sabitliyin qorunması, sosial müdafiə tədbirlərinin genişləndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, azad olunmuş ərazilərin bərpası və digər istiqamətlərdə mühüm işlər görülüb. Hökumətin hesabatını dəstəkləyir və görülən işlərə görə təşəkkürümü bildirirəm. Bununla yanaşı hörmətli Cənab Baş Nazirin və hökumət üzvlərinin diqqətini vətəndaşlarla görüşlər zamanı onların müraciətlərində yer alan və təsdiqini tapmış bəzi məqamlara yönəltmək istəyirəm. Ağsu şəhərində içməli su təminatı uzun müddətdir ki, sakinləri narahat edən problemlərdən biridir və xüsusilə də yay aylarında daha qabarıq şəkildə özünü göstərir. Baxımdan şəhərin dayanıqlı içməli su ilə təmin olunması üçün yeni su mənbələrinin müəyyənləşdirilməsi, mövcud su şəbəkəsinin yenilənməsi və bu istiqamətdə kompleks layihələrin həyata keçirilməsi perspektivinin mövcud imkanlar və reallıqlar çərçivəsində nəzərdən keçirilməsini xahiş edirəm. Diqqət çəkmək istədiyim digər məqam 2019-cu ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Həmin dövrdə aparılan qiymətləndirmələr zamanı 2175 evin təmirə ehtiyac olduğu müəyyən edilib. Dövlət dəstəyi və yerli imkanlar hesabına müxtəlif mərhələlərdə ümumilikdə 1698 fərdi yaşayış evi təmir olunaraq sakinlərin istifadəsinə verilib. Lakin vəsait çatışmazlığı səbəbindən hazırda 477 evdə təmir işləri aparılmamış qalır və ötən illər ərzində zədələr daha da dərinləşərək sakinlər üçün əlavə çətinliklər yaradıb. İnsanların bir hissəsi təhlükəli şəraitdə yaşamaq məcburiyyətində qalıblar. Ümid edirəm, hökumət yaranmış vəziyyətin təhlilini və qeyd olunan istiqamətdə problemlərin aradan qaldırılmasını diqqətdə saxlayacaq. Nəzər salmaq istədiyim digər istiqamət məşğulluqla bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd etdiyim istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Bununla yanaşı qənaətimə görə özünəməşğulluq proqramları çərçivəsində həm proqrama cəlb edilən şəxslərin məsuliyyətinin artırılması, həm də motivasiya xarakterli addımların atılması zəruridir. Təəssüf ki, bir sıra hallarda və belə halların sayı az deyil, müəyyən bir zaman kəsiyindən sonra vətəndaşlara verilən iri və xırda buynuzlu heyvanlar, həmçinin avadanlıqlar satılır və bununla da özünəməşğulluq proqramlarının əsas hədəfi, məşğulluğun davamlılığın təmin edilməsi ilə başlanğıc mərhələdən sıradan çıxmış olur. Baxımdan bu sahədə həm fərdi hüquqi öhdəliklərin müəyyənləşməsinin, həm də öz işinə vicdanla yanaşan şəxslərə təsərrüfatlarını genişləndirmək üçün davamlı dəstək verilməsinin vacib olduğunu düşünürəm. Çox yaxşı olardı ki, özünəməşğulluq proqramlarının icrası prosesində müvafiq sahələr üzrə ayrı-ayrı dövlət qurumları, iri kənd təsərrüfatı subyektləri, banklar və digər təsisatlar da koordinasiyalı şəkildə hərəkət etsinlər, proqrama cəlb edilən təsərrüfatlarını, iş yerlərini inkişaf etdirməyə çalışan və vətəndaşlara özləri yeni iş yerləri açmaq üçün imkan yaratsınlar. Bu çox vacib faktorlardan biridir. Bu, həm də davamlılığın təmin edilməsinə kömək edə bilər, həm də bir nümunə, president formalaşdırır. Toxunmaq istədiyim başqa bir məsələ, həm rayonun özü, həm də ətraf rayonlar üçün əhəmiyyət kəsb edən Ağsu-Çaparlı, Bağırlı magistral yolunun vəziyyəti ilə bağlıdır. Yolun əsaslı təmin edilməsi ilə əlaqədar hörmətli Cənab Baş Nazirə ünvanladığı müraciətə diqqətlə yanaşıldığı üçün təşəkkürümü bildirirəm və ümid edirəm ki, magistral yolun əsaslı təmiri istiqamətində müvafiq addımlar atılacaq. Bu, həm Ağsu sakinlərinin gündəlik həyatlarının yaxşılaşdırılması, həm də rayonun iqtisadiyyatının inkişafı üçün də mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Nazirlər Kabinetindən perspektiv imkanlar və reallıqlar çərçivəsində rayonun İlxıçı, Padarqışlaq və Daşdəmirbəyli kəndlərində yeni məktəblərin inşa edilməsi ilə bağlı olduqca mühüm əhəmiyyət kəsb edən məsələlər də nəzərdən keçirməyi xahiş edirəm. Bir daha hökumətin hesabatını dəstəklədiyimi bildirir, Cənab Baş Nazirə və hökumət üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıram. Sağ olun.